Salam, olar yanında oturum. Hər varlığın öz dili var, öz ifadə tərzi, öz qavrayışı. Quşun quş dili, daşın daş dili, insanın isə. Quş göydə uçarkən bir-birinin səsli, melodik dillə anlar. Onun dili hərflərdə və sözlərdən ibarət deyil. Daş sükunət içində olsa da özünə məxsus dili var. Daşlar zamanın, təbiətin, keçmişin izlərini daşıyır. İnsanoğlu bir-birini nə qədər anlayır? İnsanlar fərqli evlərdə, fərqli anlayışlarla böyüyür. Bu fərqliliklər bəzən anlaşılmamazlıqlara səbəb olur. Sən sözlərlə ifadə etməyə çalışırkən, qarşıdakı insanın qəlbinə, ruhuna necə təsir etdiyini bilmirsən. Çünki onun ruhu o anda başqa dildə danışır. Hər varlığın öz dili, öz dünyası var. Bəzən bu sadəcə dinləməkdir. Qəlbini, iç dünyasını, hisslərini. Sükut belə çox şey izah edir. Rəbbim, ifadələrimizi gözəlləşdir ki, sözlərimiz anlaşılır olsun.